Əslində qeyd edim ki, 1979-cu il İslam inqilabından sonra bu günə qədər İsrail və İran arasında münasibətlər heç vaxt səngiməyib. Həmişə özünün deməli pik həddinə çatıb, müəyyən deməli yavaşlamalar olub, amma mütəmadi olaraq bu münasibətlər həmişə gərgin vəziyyətdə olub. Lakin son deməli gərginliyi yaradan amillərdən biri, bəlkə də deyərdim birincisi, ən əsası isə İran siyasi, dini və hərbi rəhbərliyinin ritorikalarında müharibəyə, münaqişəyə, belə deyək də, daha çox çağırış və meylliyin olması məsələsidir. Əgər ali dini lider, İranın ali dini lideri, əgər özünün bütün deməli xutbələrində, çıxışlarında İsrailə və Amerika Birləşmiş Ştatlarına qarşı yönələn bu aqressiyası əslində sakitləşdirici deməli fonda olsaydı, aqressiv deyil, sakitləşdirici fonda olsaydı bu daha deməli münasib bir vəziyyətin yaranmasına səbəb ola bilərdi. Bundan başqa İranın deməli Müdafiə Nazirinin biraz öncə də siz də deməli qeyd etdiyiniz kimi Amerika Birləşmiş Ştatlarının müxtəlif ölkələrdəki hərbi bazalarının vurulması ilə bağlı bəyanatları münasibətləri biraz da deməli qızışdırır. Əslində mühafizəkarlar İran deməli hərbi sisteminin bu istiqamətdə belə deyək də müharibəyə daha çox meylli olmasında maraqlıdırlar. Nəzərə alsaq ki, həmin bazalar ayrı-ayrı müstəqil dövlətlərin ərazilərindədir və həmin dövlətlərin ərazilərinə olan hərbi müdaxilələr müharibəyə, hətta dünya müharibəsinə səbəb ola biləcək bir addımlar da ola bilər və İran siyasi rəhbərliyi bu məsələdə daha çox istəkli görsənir. Bu münaqişənin qızışdırılmasına, münaqişənin daha da belə deyək də kritik bir həddə, münasibətlərin daha doğrusu daha da kritik bir həddə çatmasına səbəb olur. Bəli, MAQATE əslində məsləhət verir ki, daha doğrusu mülki deməli məqsədlər üçün uranın zənginləşdirilməsini 3,67% nəzərdə tutub. Amma MAQATE-nin son deməli İranın uranın zənginləşdirilməsi ilə məşğul olan obyektlərinə nəzər yetirərkən 83,7% zənginləşmiş uranın zərrəciklərini tapmışdı və bu da sözsüz ki, MAQATE-ni ciddi şəkildə narahat etmişdi və MAQATE-nin bəyanatında da o özünü göstərir ki, İran bu məsələlərdə kifayət qədər qapalı və gizli fəaliyyətə daha çox üstünlük verir. Sözsüz ki, mən həmişə qeyd etmişəm, İranın nüvə silahına sahib olması kifayət qədər təhlükəli amildir. Əvvəla ona görə təhlükəlidir ki, region ölkələri İrandan qat-qat həm siyasi, həm iqtisadi, həm hərbi cəhətdən güclü olan ölkələrdə bir silahlanma yarışına start veriləcəkdir. Yəni onlarda da bir istiqamətdə bir maraq yaranmaq imkanları olacaqdır. İkinci bir tərəfdə İranın təhdid siyasəti, ritorikasındakı hədə-qorxu deməli fikirlər əslində istər dünyanı, istər region ölkələrini narahat edən amillərdir. Düzdür, İran 79-cu ildən sanksiyalarla yaşayan bir ölkədir. İranın deməli təhlükəsizlik imkanları kifayət qədər ciddi belə deyək formada özünü təqdim etdiyi formada formalaşmayıb. Ən azından İsmail Haniyanın onun ölkəsində deməli qətlə yetirilməsi, İranın illərlə üzərində işlədiyi bir nüvə alimli şəhərin mərkəzində deməli qətlə yetirilməsi, İran daxilində bilirsiniz ki, İranın strateji obyektlərində partlayışların baş verməsi və sair bəlaxır məsələlər. Buna baxmayaraq İran özünün hədə-qorxu ritorikasından, barışdırıcı mövqeyindən daha çox münaqişəyə meyllilik istiqamətində deməli addımlar atır. Sözsüz ki, bu amildə Netanyahunun əlinə oynayan, əlini gücləndirən amillərdir.